Hər vaxtınız xeyir olsun, Reala baxırsınız. Biz hazırda Azərbaycan-İran dövlət sərhədinin Astara keçid məntəqəsindəyik və İranda baş verən son proseslərdən sonra Azərbaycan ərazisində radiasiyanın səviyyəsinin yoxlanması üçün mütəxəssislər Astaraya ezam olunub və burada İranda nüvə obyektlərinə zərbə endirilməsindən sonra Azərbaycanın cənub ərazilərində radiasiya dərəcəsini müəyyən etmək üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamentinin mütəxəssisləri Astarada tədqiqatlara başlayıb. Artıq Astara sərhəd zonasında tədqiqatlar aparılır. Hazırda mütəxəssislər digər ərazilərdə də tədqiqatları davam etdirəcəklər. Siz hazırda kadrlarda həmin mütəxəssisləri görürsünüz və onlar ilkin prosedurlara artıq başlayıblar və monitorlar vasitəsilə radiasiyanın səviyyəsinin yoxlanılması prosesi gedir və biz bir daha vurğulayaq ki, Azərbaycan-İran dövlət sərhədinin Astara keçid məntəqəsindəyik və İranda baş verən hadisələrdən sonra Azərbaycan ərazisində radiasiyanın səviyyəsinin yoxlanılması üçün mütəxəssislər Astaraya ezam olunub. Qısaca olaraq şərhsiz həmin kadrları sizə təqdim edirəm. Bir daha bildirək ki, İranda nüvə obyektlərinə zərbə endirilməsindən sonra Azərbaycanın cənub ərazilərində radiasiya dərəcəsini müəyyən etmək üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamentinin mütəxəssisləri Astarada tədqiqatlara başlayıblar və mütəxəssislər burada radiasiyanın, yəni Azərbaycan ərazisində radiasiyanın səviyyəsini müəyyən edəcəklər və bunun üçün Astaraya ezam olunublar. Biz bildirək ki, hazırda Azərbaycan-İran dövlət sərhədinin Astara keçid məntəqəsindəyik və burada bura gələn mütəxəssislərin radiasiya səviyyəsinin öyrənməsini sizlərə çəkib təqdim etdik. Real izləməkdə davam edin.